Ermənistan Azərbaycanla sülh sazişini və ATƏT-in Minsk qrupunun buraxılması haqqında bəyannaməni eyni vaxtda imzalamağı təklif edib. Yəni biz sülh sazişi və ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı birgə bəyanatı masaya qoymaq, həm birincini, həm də ikincini eyni yerdə və eyni vaxtda imzalamağı təklif edirik. Bunu bugün Ermənistanın baş naziri Nikol Paşinyan ölkə parlamentində çıxışı zamanı deyib. Paşinyanın sözlərinə görə Ermənistan və Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş layihəsi razılaşdırılıb. Tərəflər imzalanma ilə bağlı müzakirə mərhələsindədirlər. Azərbaycan rəsmi səviyyədə sazişin imzalanmasını iki məsələ ilə əlaqələndirir. Onlardan biri ATƏT-in Minsk qrupunun strukturlarının buraxılmasıdır. Mən dəfələrlə bəyan etmişəm ki, bu gündəm Ermənistan üçün məqbuldur. Biz Azərbaycanın ATƏT-in Minsk qrupunun ləğv edilməsi ilə bağlı irəli sürdüyü təklifi başa düşürük. Doğrudan da əgər biz Qarabağ münaqişəsi ilə bağlı səhifəni bağlayırıqsa, bu zaman bu münaqişə ilə məşğul olan strukturun mövcudluğunun nə mənası var deyə Paşinyan deputatlar qarşısında belə sual səsləndirib. Paşinyan hesab edir ki, Ermənistan və Azərbaycan arasında müharibə üçün əsas yoxdur. Onun sözlərinə görə Azərbaycan və Ermənistan arasında müharibə olmayacaq. Bunun üçün heç bir əsas yoxdur, sülh olacaq. O əmindir ki, həm Ermənistan, həm də Azərbaycan xalqı sülh içində yaşamağa layiqdir. Baş nazir həmçinin sülh gündəliyini təhlükə altına qoya biləcək bəyanatlar verməməyə çağırıb. O ki qaldı konstitusiya dəyişikliyinə, Paşinyan hesab edir ki, bu məsələ Konstitusiya Məhkəməsinin qərarından asılı olacaq. Onun sözlərinə görə, əgər Konstitusiya Məhkəməsi sülh sazişinin Ermənistan Konstitusiyasına uyğun gəlmədiyinə qərar verərsə, o zaman Ermənistanın qarşısında konkret olaraq sülh ilə münaqişə arasında seçim etmək zərurəti qalacaq.